Deməli, ASD fraksiya. Bunu mənə bir izləyicim demişdi o vaxt. Səlyandan bir izləyicim idi, sağ olsun. Xəstəlikləri dedi, bundan müalicə eləyirəm, sağalmayan xəstəlikləri. Bir də profilaktik verəndə heç bir xəstəlik düşmür heyvanlara. Mən də prosta profilaktik olaraq bunu sınayıram hələ ki. 5 litrə 1 qram falan tökürəm bundan. Düzdür, yağ kimidir, şprisə güclə çəkilir. Ona görə belə xırda şprislərlə yox, böyük 10 qramlıqla zadla lazımdır eləmək ki, Dori, ay Dori. Prosta indidən deyim, çox bərbad iyi var. Bir ara yadınıza gəlir, internetdə də bunun reklamı gedirdi. Daha doğrusu insanlar paylaşırlar. Dori! İnsanlar paylaşırdılar bunu xərçəngdən müalicə üçün. İstifadə eləyirdi çox adam. İndi bilmirəm nə dərəcədə effektiv olub ya yox. Ona görə dedim heyvanlarda sınayım bunu. İstifadə kağızı da var. İçində alsaz baxın nəyə qarşıdır, nə üçündür. Mədə bağırsağından tutmuş digər infeksiyalara qədər yazıb. Hətta cücələrin böyüməsi, bir də yumurtağan toyuqların daha yaxşı yumurtaması üçün elə yazıb. Əlimi də tutamıram. Dori, götürdün küləyi də apardı. Belə istifadə eləyənlər varsa bundan. Belə tutmuşam ki, yağ kimidir, güclə çəkilir. İstifadə eləyənlər varsa, xahiş edirəm, paylaşsınlar nəticələri.